Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən oktyabrın 1-dən artıq yerüstü və yeraltı nəqliyyat vasitələrində qiymət artımı nəzərdə tutuldu və qüvvəyə mindi. Gəlin görək bu qiymət artımı əhaliyə necə təsir edir? Salam, hər vaxtınız xeyir. Özünüzü təqdim edin. Baxtiyar Abidov. Bu değişiyor, bu manat yarım eləyir. Bu pensiyaya çatmır ona. Sizi qane eləmir? Qane eləmir, yox. Salam, hər vaxtınız xeyir olsun. Xeyir olsun. Məmmədova Qumru Məqsud qızı. Avtobus və metrolarda qiymət artımı var. Necə yanaşırsınız buna? Çox pis yanaşıram. Ona görə ki, mən bir dənə klinikaya gəlmişəm. Zərifə Əliyev adına. 3 dənə marşrut dəyişmişəm. Əgər bu şey eləyərsə, qalxarsa 220 manatla bunu mən nətər ödəyə bilərəm? Yeməyə vereyim, yoxsa yeraltı, yerüstü marşrutlara vereyim? Çox pis baxıram. Demək, gediş-gəlişdə 60 qəpik fərq var da. Yəni gələndə 3 marş 30 qəpik, 3 marş 10 qəpik az pul deyil gəlir marşrutda. Pensioner üçün, tələbə üçün çoxdur. Həddindən artıq olmaz. Biz pensionerləri, tələbələri üçün düşünsünlər. Çox sağ olun. Buyurun, özünüzü təqdim edin. Salam, mən Rəsul Babayev. UNEK Bakı Dövlət İqtisadiyyat Universitetində oxuyuram. Tələbəyim 1-ci kursam. Və siz? İbrahimzadə Çingiz İqtisad Universitetində oxuyuram 1-ci kursda. Oktyabrın 1-dən artıq metro və yol üstü nəqliyyat vasitələrində qiymət artımı var, 60 qəpik. Bu sizi necə qanidir? O qədər də fərqi yoxdur. Mən onsuz da bir marşrut dəyişirəm, ancaq metroya minib qayıdıram. Amma yenə də qiymət artırılması çox da yaxşı şey deyil. Sizə də uyğun deyil. Bəli. Çünki elə tələbələr var ki, bir gündə 3-4 marşrut dəyişə bilirlər. Bəli, bəli. Yəni sizi qane etmir də? Çox da yox, çox qane etmir. Çünki artıq pul biz niyə verək? O hər il artım gedir, o da düzgün deyil də. Tələbələrə indirim olmalıdır əslində. Qiymət qalxızmağı biraz səhvdir məncə. Tələbələrə indirim olsaydı əla olardı. Təşəkkür edirəm. Çox. Sizi təqdim edin. Ağayeva Sevda. Yer üstü və yer altı nəqliyyat vasitələrində qiymət artımı var. 60 qəpik olur. Bu sizi qane edir? Yox, qane eləmir ay qızım, qurban olum sənə. Necə qane elə bilər ki, nə maaş var, nə bir şey var. Mən 60 yaşım var, heç pensiya almamışam. Pensiya gedirəm, deyir pensiya düşmür sənə. Mən necə dolanım, qurban olum sənə. Gündə neçə dənə marşrut dəyişirsiniz? Mən çox. Bax bu dəqiqə uşağın işi üçün 100 yerə getdim. Azı bir 4 manatım gedib. Mən hardan verəcəm bu pulu? Təşəkkür edirəm. Sağ olun.